good morning. Necəsiz qızlar, nə edirsiniz, nə var, nə yox? Neçə vaxtdır görüşmürük sizlərlə. Temu kargolarımın yolunu gözləyirəm. Bu dəfəkilər niyəsə çox gecikdi. Başa düşmədim mən də niyə. Amma mən gec sifariş eləmişdim, ondan da ola bilər. İndi nə edirik? Bu gün rəfiqəmlə görüşəcəyik. Bundan əlavə evdə də bir neçə işim var. Saçımızı yağlayıb Saçımızı yağlayırıq, minimum 2 saat gözləyirik, sonra çimirik. Saçımı bu hər dəfə sizə dediyim möhtəşəm Dax Super Grow ilə yağlayacağam. Dəhşət çox sürətli uzadır. Məncə deməyə ehtiyac yoxdur, göz qabağındadır və çox xırda yeni tüklər çıxardır, saçı qalınlaşdırır. Yəni ki, möhtəşəm bir şeydir. Bəli, başlıqdan da gördüyünüz kimi bu bir sual-cavab videosu olacaq və suallarınızı cavablayacağam. Bəli, makyaj edərkən birlikdə suallarınızı cavablayacağam. Bu arada saçımı dalayarkən, tökülməyini görərkən çox az tökülür, fikir verirsinizsə. Niyə? Özümün də çox şok olduğum, yəni alarkən heç ümidli değildim. Çünki indiyə kimi tökülməyə milyon dənə şey almışam. Heç bir şey yaramayıb. Amma bu göstərəcəyim məhsul sizə indi çiməndən sonra istifadə edəndə göstərərəm. Tökülməyə qarşı necə olur? Ay Allah, mən belə şey görməmişəm də. Mən illərdir tökülən saçıma belə bir xeyir heç gözləmirdim. Həqiqətən də göstərəcəm məhsulu sizə. Çiməndən sonra bir yerdə istifadə eləyərik. Amma qaça-qaça orayı sürüşdürməyin də, videonu dayanın, burada söhbət edirik, söz danışırıq, görək. Keçən bir yazı paylaşmışdım ki, blogda haranı gəzək, Zara, Stradivarius, Zara, Home, Flying Tiger, bir neçə mağazanın adını qeyd eləmişdim belə və çox adam Zara'nı yazmışdı. Ola bilər, gəlin bugün Zara'nı gəzək. Deməli, bizdə Zara Budapeştdə 4 mərtəbə olmalı, səhv eləmirəmsə. Bəli, 4 mərtəbəli Zara var. Hamı İspaniyanın Zara'sını tərifləyir. Deyir ki, orada nə boydadır Zara falan. Bilmirəm, mən İspaniyaya getmişəm, amma o şəhərə getməmişəm deyə bilmirəm oradakı Zara'nı. Amma məncə Budapeştdəki Zara'da heç ondan aşağı qalır yanı yox şəxsən. Çox qəşəng bir mağazadır. Siz nə edərik? Gedib Zara'nın məhsullarında ən çox çantalarında kopyasını çıxardırlar da. Çantaların belə şəklini çəkərik. Sonra onu Temuda axtarışa verərik. Görək eyni çanta varsa ki, 100% oxşar çantalar var, sifariş eləyərik. Çünki bilirsiniz ki, Zara özü də dizaynı özü vermir. O da özündən daha lüks bir tık brend çantaları, məsəl üçün Miu Miu'nun bütün çanta növlərini Zara çıxardır eynisini. Sadəcə üstünə Miu yazmır. Yəni özü də kopyalayır. Ona görə Temuya bir şey deyə bilməz. Bugün plus bir dənə shorts videosu çəkmək istəyirəm. Deməli, hazır tiramisu kremi almışam. Bilirsiniz ki, mən shortsda xoşlayıram elə hazır şeyləri çəkib paylaşmağı, göstərməyi. Onu çəkəcəm ki, görüm hazır tiramisu kreminin dadı necədir. Ondan tiramisu düzəltsək necə olar və s. və ilaxır. Məndən bu maskanı hardan aldığımı soruşanlar olur. Bu Trendyolda satılır. Yəni sadəcə bir fikir verin, normal satçı olsun da, belə fake məhsul satmasın. Mən əslində Amazondan almışam. Siz də Amazondan ala bilərsiniz. Mənimki Amerika istehsalıdır. Amma mən bunun Türk istehsalını da 2 dəfə qutarmışam, 2 dənə belə qutunu və o da yaxşı idi. Yəni Amerika Türk istehsalı arasında mən keyfiyyət fərqi hiss eləmədim açığı. İkisi də yaxşı idi. Amazondan aldım mən, amma Trendyoldan da ala bilərsiniz. Bundan əlavə şəhərdə demək olar ki, bütün kosmetik mağazalarda bu məhsul satılır. Çox alınan, işlənən məhsul deyə. Bir də ən çox problem odur ki, deyirlər ki, bunu saça vurdun, çiməndə saçdan heç cür çıxmır. Bunun bir dənə yolu var, qızlar. Quru şamponlamaq. Bunu vurursunuz, saçınızı sonra quru şamponluyursunuz, su dəydirmədən. Sonra normal su vurursunuz, şamponluyursunuz, ondan da saçınızdan çıxır. Bu aralar özümü biraz kökəlmiş hiss edirəm. Əslində kökəlməmişəm, yəni eyniyəm. Hətta arıqlamışam mən. 54 kilo olmuşam. Amma ki, nəsə özümü biraz kökəlmiş şiş hiss edirəm. Böyük ehtimal kökmüşəm. Çünki dünən də yedim. Makaron, spagetti, pasta nəsə də o tərz bir şey yedim. Çox dadlı idi. Ki, mənim glutenə qarşı həssasiyyətim olduğunu düşünürəm. Onu yeyəndə şişirəm. Saçımın ucları üçün də bunu vuracağam. Və mən lağ eləyirdim, həmişə məsəl üçün laktoz intoleransı olana ya da belə glutenə qarşı həssasam, gedib Starbucks-da deyirlər, mənim kofem badam südü ilə olsun ancaq belə. Deyirdim ki, ayda bunun başı xarabdır, bu nə danışır, belə düşük. Amma gəl gör ki, qınadığım hər şeyi saniyəsində yaşadığım üçün. Məndə də var, yəni süd yeyəndə, amma qəribə bir şəkildə Azərbaycanda bu yox idi. Doğrudan heç fikir verməmişdim. Azərbaycanda belə şeyi mən hiss eləməmişdim. Süddə, ən çox süddən də, makarondan onsuz da hamı yeyəndə makaron biraz ağırlaşır, biraz şişir də, okeydir. Amma süd Azərbaycanda kənddən bizə inək südü gəlirdi. Yəni normal kənd südü də. Və mən südü dəhşət çox işlədirdim. Yulaf lapaları eləyirdim, ondan kekislər bişirirdim və s. və ilaxır. Yenə bir damcı şişmə olurdu mu? Yox. Amma burada yəni
Şişir də, neynim, çox qəribə bir şəkildə şişir. Ona görə bitki südləri istifadə edirəm. Soya südü zad belə. Soya südündən ötürü ürəyim gedir. Çox ləzzətli süddür. Belə qəşəng səhər yeməyi hazırlayaq özümüzə. Bu gün isti yulaf yemək istəyirəm niyəsə. Belə kakaolu qəşəng isti yulaf. Başıma da bu paçkayla aldığım Temudan bandı yapışdırıram. Şəkildə əslində bunu bilirsiniz nəyin üstünə göstərmişdilər? Belə meyvə tabağının üstünü örtüb soyuca qoymaq üçün. Və tabağı həmən başım. İşə yarayırsa yarayır. Və başlayırıq isti yulafımızı bişirməyə. Sevimli mini qazanım. Baxmayaraq ki, Elvinin bundan xoş gəlmir. Deyir ki, bu deməli bədənə zərərlidir, cızıldıqca pis şeylər buraxır və s. və axır. Ona görə qazanımızı dəyişmək istəyirik açığı. Əgər sizin hər hansısa bir işlətdiyiniz və həqiqətən də sağlam olduğunu düşündüyünüz qazanlar varsa, rəylərdə bizə bölüşün. Mən qraniti bilirəm. Elvin isə paslanmaz poladdır, nə idi o qazan? Nəysə də şəkillərini qoyaram. Bura istədiyim deyəndə mənim ağlımda olan şəkli, burada Elvin ağlımda olan şəklini qoyaram. Siz bəs özünüzün məsləhəti varsa, biz bunu işlədirik, çox sağlamdır və s. yaxşıdır. Onu bizlə bölüşün zəhmət olmasa. Bu qədər bəsdir. Yoxsa hamısını atım, hamısını atmış. Birinci yulafı çox az halda, çox az. Biraz qızardıram deməyək də, belə istiyə verirəm biraz yulafı, belə deyək. Dear darling, I met a boy, you make my doll hard. Keçən dəfə kimsə yazmışdı ki, Temu məhsullarına pul tökmək əvəzinə gedin. Yulaf az oldu, biraz yulaf töküm. Hə, Temu məhsullarına pul vermək əvəzinə gedin mebelinizi təmir eləyin. Bayağı gülmüşdüm oraya açıq. Amma pis mənada gülməmişdim də. Bu arada mən rəylərə qarşı deyiləm. Yəni mənfi rəylər də yazıla bilər. Heç bir problem yoxdur. Amma insanın dəyişə bilməyəcəyi bir şey barədə, məsəl üçün xarici görünüşüdür, şəxsiyyətidir, mənliyidir. Belə şeylərdən əlavə bunlar olmaz təbii ki. Başqa amma bütün mənfi rəylərə açıqam. Yəni insan da, məsələn, keçən dəfə elə bir rəy gəlmişdi ki, bəbə şeylər almışsınız, çox zövqsüz şeylərdir. Mən amma pis olmadım ona. Yəni insan da ola bilər mənim aldığım onun zövqünə oxşamır. Mən bunu çox adi qarşılayıram, normal qarşılayıram, yəni ola bilər. Oh no. Soyucumuz yenə belə qoyum sizə qarşımalaşa. Soyucu nə qədər yığışdırıq mümkün deyil, yenə dağılır. Saçımdakına gülməyin, çox xahiş edirəm. Gözəllik baxın qurban tələb eləyir. Bir dənə yulaf südümüz var, bir dənə də soya südümüz var. Yulaf südü azdır, deyirəm xarab olmuyor. Qutu südlərini açandan bir həftə sonra xarab olur da. Nə ataq? Blueberry belə. Bir də banan. Birinci südü yoxlayırıq. Normal, xarab olmayıb. Yer gəlmişkən burada kağız zibilində ayrı yığırıq, kağızları ayrı. Bu qarpızı burada görürsünüz. Bu qarpız bizdə artıq 3 aydır ki, bizlə bərabər yaşayır yaydan bəri. Biz bu qarpızı kəsməmişik. Sonra da kəsmədik. Baxın belə orada sakitcə özü üçün oturub. Deyirik ki, biz onu halvunda qaşın gözünü bəzəyib belə qorxulu bir hala salarıq. Balqabaq kimi, belə balqabaq kimi. Nəysə biz onu kəsmədik, qaldı da bizdən arxada. O artıq bizim evimizin bir üzvüdür. Kətan və chia toxumu atırıq. Kətan toxumu və chia toxumu çox faydalı bir məhsuldur. Mütləq siz də reseptlərinizdə işlədin. Bu arada kətan toxumu mən görürəm üyütmədən işlədən nə olur? Çox pis. Çünki kətan toxumu üyütmədən heç bir fayda vermir. Çünki əsas onun yağıdır. Üyüdərkən o yağ çıxır. Süd qatacağım buna çünki südü az olur. Çünki içinə kakao qatırsınız, bilirsiniz necə olur. Elə bil ki, kakaomuz yoxdur. Ay, yox, kakaonu əvəz edən başqa bir şey var, onu qatacağım. Soya südü çox ləzzətlidir. Aydın, mən ən sevdiyim süddür. Bananın bir hissəsini saxlayıram üstün bəzəmək üçün. Bu qədəri bəsdir bizə ikimizə üstün bəzəmək üçün. Onu da belə əlimdə əzirəm. Sonra qatıram bunun içinə. Və bir dənə çay dəmləyək. Kettle'ın içi doludur. Bunu qoyuram isinsin. Bir adi tipik Azər çay. Azərbaycandan gəlir. Mənim üçün fərqi yoxdur düzü xüsusi Azərbaycandan gələn çay olsun ya yox. Amma yəni evdən göndərirlər. Bizə yox demirik təbii ki, göndərirlər heç nəyə. Və 1-2 qaşıq bundan atıram. Və bu Müllerdən aldığımız yeri göstərmişəm sizə alış-veriş eləyərkən. Belə çiçəkli, meyvəli, quru otlu çox ləzzətlidir. Belə turşməzə bir dad verir çaya. Mən çox bəyənirəm bunu. Deməli dediyim kimi kakaomuz olmadığı üçün mənim burada belə bir şeyim var. Bir dənə göstərəcəm sizə. Qızlar, burada nə isə belə tək formada tapmaq mümkünsüzdür. Yəni demək olar ki, çox çətindir. Ona görə də biz bunu belə paçkayla alırıq. Yəni bu təkləri belə tək yoxdur, satmırlar. Belə paçkayla satırlar. Mən də bunu aldım, amma xoşuma gəlmədi. Göy duzlu karamelli isti şokolad idi, amma heç xoşuma gəlmədi. Ona görə də bundan bunu üçünü qatacağım bura kakao niyyətinə. Həm şirinlikləşdirsin, həm də belə şokoladımsı bir tad versin. Keçən dəfə bundan krem düzəltmişdim. Çox ləzzətli olmuşdu.
Çox az bal əlavə edəcəm sadəcə, çox az. Qabı da Tem'dən almışam, inanırsınız. Şüşədir özdə bal qabı, çox şirindir. Bu hissəsində belə ara var, şirin. Və indi gəlirik ən sevdiyim hissəyə, bəzəməyə. Evim bəy, qızlar necə tanış olduğumuzu soruşurlar. Bu barədə bu hekayəni siz tanışmaq istəyirsiniz? Yox. Bilirdim belə deyilsən. 100 min oldu danışaq. Necə? 100 min oldu. Qəşəng fikirdir. Şak, mən danışacaqdım bugün, amma evindən yaxşı bir fikir gəldi. 100 min olanda danışaq. 30-a getməmişik. İsti olarkən elə üstünə şokoladı qoyuram, biraz əliyir. Bütöv şokolad qoymuram, belə xırda-xırda oradan-buradan səpdirirəm. Bunlar hamısı Kinderin şokoladlardır. Alıb oyuncağın yığıb şokoladını saxlayırıq, belə yulaflarda istifadə edirik. Çox təəssüflər olsun ki, kokosumuz bitib, çox pis. Amma neysə, eybi yox. Keçən dəfə Əzizənin vloquna baxırdım. Və orada statistikaların düşməyindən danışdı ki, YouTube'da statistikalar son vaxtlar düşüb, statistikam və s. Məncə bu hamıda olan bir şeydir. Əslində rəydə yazmışdım, amma deyəsən rəylərə cavab yazmırlar. Bilmədim. Mən başqa adamlara da rəy yazıram adətən, blogerlərə falan, maraqlı yerdə baxdığım blogerlərə. Az abunəsi olanlara da adətən belə uğurlar falan yazıram. Çünki bilirəm ki, bu işdə motivasiya nə qədər çox önəmlidir. Bəzən baxış gəlməyəndə, rəy gəlməyəndə həqiqətən də adam motivasiyadan düşür. Nəsə rəy yazıram, cavab yazmırlar amma. Baxıram, başqa rəylərdə cavab yazmırlar. Ola bilər yəqin işlər çox olur, başları qarışıq olur. Onu heç nə deyə bilmərəm, öz işlərdir. Hə, mövzu nə idi? Mövzu idi ki, statistikaların düşməyi. Mənim statistikam öz kanalıma görə əslində yaxşıdır, pis deyil. Açığı düzünü demək lazımdırsa, mənə vlog çəkmək sərf eləmir. Çünki vloqlar çox az baxış yığır. Yəni 2000-ə güclə çatır vloqlarım, belə deyim də. Və bu mənə heç sərf eləmir. Nə mənada sərf eləmir? Çünki mən buna ayırdığım vaxt, vloqu çəkməyim, sonra onu editləməyə ayırdığım vaxt, cover fotonu düzəltməyə bir o qədər vaxt ayırım və s. və axır. Sonra da otururam bütün gün gözləyirəm ki, hə nə qədər oldu, nə qədər oldu. Az olanda da təbii ki, ruhdan düşürəm, yəni. Amma bir şey var ki, problem ondadır ki, mən bu işi çox sevirəm. Həqiqətən də sevər eləyirəm, editi çox sevirəm. Ona görə də davam elətdirirəm. Amma yoxsa mənə vlog çəkmək həqiqətən də sərf eləmir. Mən Temu videoları çəksəm, daha çox baxış yığaram, daha sürətli abunə yığaram, ancaq Temu videoları çəksəm. Amma vlog çəkməyi çox sevirəm həqiqətən. Özümü çox yaxşı və xoşbəxt hiss edirəm. Düzdür, siz rəy yazanda ümumiyyətlə xoşbəxt oluram. Şirin bir səhər yeməyi. Deməli, qəşəng gətdik qoyduq qabağımıza, kinomuzu da qoşduq. Ekran göstərmirəm, səsini də qoşma. Boots'dur Netflixdən. Prosta ki, telif yeyərəm deyə hər ehtimalı göstərmirəm sizə. Elvin gözləyir ki, yeməyin dadına baxsın, desin ki, necə olub. $50,000 abunədən sonra deyəcəm. Qəşəng. Biridir də. Nə qəşəng. Və başlayıram dırnağımı səliqəyə salmağa. Bu arada, əgər dırnağınız uzanmırsa, o taxma dırnaqların buna da kömək olur. Necə kömək olur? Məsəl üçün, mən dırnağım tez qırılan, qopan dırnaqdır və uzanmır. Amma o taxma dırnağın altından qopa bilməyəcəyi üçün, baxın belə uzanır. Təbii ki, səliqəsiz şəkildə uzanıb. İndi mən bunu pilkalayacağım, səliqəli hala salacağım. Olacaq qəşəng dırnaq. Əslində mən Azərbaycanda olanda bütün dırnaq ləvazimatlarını almışdım. Qurudanı, gelləri, gel lakların, yonanların, hər şeyin. Amma təəssüf ki, eləyə bilmədim. Niyəsə mənim dırnağımdan o gel çox sürətli bir şəkildə soyulurdu. Bax, qırılırdı demirəm, amma yandan adi lak kimi soyulurdu. Bilmirəm nəyi səhv eləyirəm. Və həm də çox uzun, yəni vaxt tələb edən, sol əllə sağa eləmək olmur və s. çox uzun prosesdir. Dedim, bu qədər əziyyətə heç dəymir həqiqətən də. Ondan sonra salonda rahat açığı 20 addım verib elətdirərəm və elə deydirdim. Bura köçəndən isə heç özümün də marağımda olmadı gel elətdirmək. Əslində burada da eləyənlər var. Amma məncə Shine'dan alınan dırnaqlar kifayət qədər çox yaxşıdır və 1000 qat da geli daha qəşəng əvəz edir. İndi bu dırnaq bərkidicisi ilə dırnaqlarımı vuracağam. Mən həmişə Eveline'ın 8-in birində işləndirdim və çox qəşəng dırnaq bərkidicisi idi. Burada onu tapa bilmədim. Tapmışdım birini. O da mən Azərbaycandan aldığım kimi deyildi, yaxşı deyildi. Ona görə də bunu işlədirik bugün. Qəşəngdir, mən bəyənirəm bu dırnaq bərkidicisini Essence markasından. Dırnaq ustalarına həqiqətən halal olsun. Çünki dayanmadan saatlar boyu dik stolda oturmaq həm onurğa yorulur, həm toz, ud və s. çox məncə zəhmətli bir işdir həqiqətən də. Və hansı iş zəhmətsizdir ki, o heç amma onlarda da ekstra bir zəhmət var həqiqətən. Bir də onu demək istəyirəm ki, əgər əl bacarığınız varsa və Avropaya köçürsünüzsə, çox yaxşı pul qazana bilərsiniz bu barədə. Düzdür, elətdirən də azdır. O heç yəni burada dırnaq düzəldən, salona gedən azdır, amma yenə də dırnaq gelini 60-70 manat edirlər, hansı ki bu orta təbəqə bir geldir. Daha yüksək qiymətlər də var əminəm. Salonlar elə saç kəsimi, boyamadan ümumiyyətlə danışmır. Lazerdən ümumiyyətlə danışmıram. Burada lazer qiymətləri çox fantastikdir. Tək üzü 150-200
manat edirlər. Yəni düşünün siz. Ona görə də əgər əl bacarığınız varsa, burada çox yaxşı pul qazana bilərsiniz. Bu da çox sürətli bir şəkildə quruyur. Tam da yaxşı eləyə bilmədim, dırnaqlarımı eyni boy olmadı məncə. Amma okeydir, biraz səliqəli görünür ən azından. Daha sonra bu yenə eyni marka Essence-dən işıltılı bir lakı vuracağım və bu qaranlıqda parıldayır. Elə ki fosfor kimi də qaranlıqda işıq çaçır. Dırnaqlarımı lakladım. Çox da wow, səliqəli olmadı. Çünki mən bayaq dediyim kimi dırnaq laklamağı çox da bacarmıram. İndi bunun üzərindən həm sürətli qurusun, həm də dırnaqlarıma vitamin olsun deyə bu badam yağı tərkibli serumunu vuracağım. Bu həm lakı sürətli qurudur, həm də ki dırnaq ətlərini belə müalicə edir, necə deyim. Ətəyi çox iç göstərəndir. Yəni məncə əməli iç göstər, amma düzgün iç geyimi ilə bunu həll etmək olar. Arxa fonda da öz videoma baxıram, dırnağımı düzəldə və fikirləşirəm ki, görəsən haranı daha çox sürətləndirə bilərəm, hansı hissələri kəsim ki, video maraqsız olmasın. Ümumiyyətlə sizcə həm vloqlarda, həm də tem bağlamalarında nə cür eləsəm daha yaxşı olar, sizin daha çox marağınızı çəkər və s. Yəni hansı hissələrdə videonu belə qabağa verirsiniz, hansı hissələrdə davamlı oturub qulaq asırsınız, baxırsınız. Bunları mənlə rəylə bölüşsəniz, mən də özümü bu yönümdə inkişaf etdirmək istəyirəm. Və budur, 2 dəqiqə keçmədi heç, artıq dırnaqlarım qurudu. Belə rahat hərəkət edə bilirəm. Niyə əllərim belə qara-qara görünür? Halbuki əllərim ağappaqdır. Mən işıqdanda nədəndir belə özümü yesir kimi hiss edirdim. Yoxsa koftam, raketim və ya nəsə yesir günündə göründüm elə bir gözümə. Amma nəysə belə. Okeydir. İdarə edir dırnaqlar. Hello, yenidən tək buynuzlu at kimi biraz qəribə görünə bilərəm. Başlayaq. Birinci sizə dediyim kimi saç tökülməyinə qarşı olan serumu göstərəcəm. Saçımı heç eləməyəcəm bugün. Sadəcə elə buruq saxlayacağım. Fenliyib eləmək istəmirəm. Və elə başlayaq suallara məncə birbaşa. Özümü belə reportaj verən məşhur müğənni kimi falan hiss edirəm. Elə həmin videonun rəylərindən oxuyacağım bir-bir sualları. Birinci sual, necə başladın YouTube çəkməyə? Mənim YouTube çəkmə prosesim belə oldu ki, mən əvvəllər, neçə il bundan əvvəl, 2020-dən səhv eləmirəmsə, 2021-dən, yox, 2021-dən onda dərs videoları çəkirdim. Ancaq və ancaq dərs aid, çünki mən riyaziyyat müəllimi idim və uşaqlara dərs videoları çəkirdim. Bu da bilirsiniz necə oldu? Elə bir ki, mən düşündüm ki, uşaqların dəhşət çox sualları olurdu dərs barəsində. Əgər siz də müəllimsinizsə, qulaq asın, məncə bu çox əla bir metoddur. Uşaqların dərsdə çox sualları olurdu, məsələn, test topludan. Bir dərsə, məsələn, 50 sual, onun hamısını çatdırmaq olmurdu. Mən də xoşlamıram ki, deyim ki, hə, təkləri işləyin, təki izah edeyim, sizə cütü evdə işləyin və s. O mənim xoşuma gəlmir çox da. Nə bilim, elə biləm ki, hamısını izah eləməliyəm kimi. Düzdür, çatdıra bilməyəndə məcbur qalanda eləyirdim, amma xoşuma gəlmirdi. İstəyirəm ki, bütün sualları izah eləyim. Və dedim ki, uşaqlar, mən dərsin qayda izahını da əvvəldən çəkəcəm. Qəşəng evdə oturub qayda izahına baxırsınız. Testin izahını da çəkəcəm, göndərəcəm sizə. Siz qayda izahına baxırsınız qəşəngcə. Testi yazandan sonra bilmədiyiniz sualın da izahına baxırsınız. Ondan sonra heç nə edəcəksiniz. Gələcəksiniz bura, baxdığınız halda başa düşmədiyiniz sualları verəcəksiniz mənə. Mən onları izah edəcəm sizə. Belə və uşaqların da çox xoşuna gəlmişdi oradan da. Amma elə bilməyin ki, bu dərsi yola verməkdir. Əksinə mən dərsə daha çox can yandırdım. İstəyirdim ki, ev tapşırığını tez bitirək, sonra imtahana düşəcək tipdə olan suallar eləyək. Dərsdə həmişə imtahan eləyirdik. Çox maraqlı günlər idi onlar həqiqətən də. Şagirdlərim üçün darıxdım. Fikirləşdim ki, mən onsuz da öz şagirdlərim üçün çəkirəm videoları, kursdakı, sonra ev məşğələsindəki. Dedim ki, maks 200-300 baxış gələr də, yəni elə öz uşaqlarımız baxar. Amma bir səhər oyandım, yadıma düşür indi, güvənin sınağı var. Əgər tələbəsinizsə, yəqin ki, güvən sınağını bilirsiniz. Güvən sınağını paylaşmışdım və baxdım ki, bir günə 14.000 baxış yığdı güvən sınağı. Sonra başladı mənim abidəm qat-baqat artmağa. Belə çox təəccüblənmişdim özümdə həqiqətən ki, necə belə ola bilər. Amma oldu, çox məşhurlaşdım qəribə bir şəkildə. Belə deyəndə biraz gülməyim gəlir, amma bilirsiniz ən çox harda hiss elədim ki, həqiqətən də tanınıram. Mən məktəbə də qəbul oldum MİQ imtahanı verərək və orada sinifə girən kimi belə biraz danışdım uşaqlarla. Sonra uşaqlar qayıtdılar, dedilər ki, siz YouTube-dakı Aysel müəllimsiniz. Dedim, hardan bilirsiniz? Çünki onda üzümü heç göstərmirdim də, ancaq dərs videolardı. Bəzilərini saxlamışam o videoların kanalda, bəzilərini isə silmişəm. Nə bilim, indiki kontentimlə çox uyumlu deyil deyə silmişəm. Silməmişəm, gizlətmişəm daha doğrusu videoları. Onda hə, dedilər ki, siz səsinizdən tanıdıq. Dedim, tanınırmışam. Elə oldu ki, mən Azərbaycandan köçəsi oldum və müəllim fəaliyyətimi burada davam etdirmək istəmədim. Düzdür, sağ olsunlar şagirdlərim, valideynlərim çox yazırdılar ki, onlayn davam edək, bəlkə onlayn və s. Amma mən istəmədim davam etdirmək.
YouTube sahəsində daha çox irəliləmək istədim. Öz istədiyim tərzi vloqlar və s. çəkmək. Azərbaycanda da 1-2 dəfə vloq çəkmişdim, amma üzümü göstərmədən şagirdlərimi və s. kanalda var vloqlar, bəlkə hələ də tapa bilərsiniz. Bu arada baxın, saçın tökülməyinin qarşısını alan möcüzəvi məhsul budur. Yəni çox kömək edir. Həqiqətən də çox kömək edir. Bunu sizə əminliklə deyə bilərəm. Sonra gəldim bura və başladım vloqlar çəkməyə. Belə. Yəni YouTube karyeram buradan başladı. Buradan qardaşıma çox təşəkkür edirəm, çünki o mənə çox dəstək oldu. Dedi ki, YouTube aç. Düzdür, o riyaziyyat baxımından deyirdi. Mən bu işi biraz dəyişdim, vloqa çevirdim. Amma mənə çox dəstək oldu ki, YouTube aç, belə elə, izah eləsən də alınacaq. Həqiqətən də alındı. Əslində, sizə belə bir şey deyim. Əgər məni o dövrdən izləyənlər varsa, mən keçən ilin qış ayları idi, deyəsən sentyabr falan aydı. Mən bir dənə də əlavə kanal açdım. Dərs oxu adında kanal. Kanalda dərs videoları paylaşırdım. 5-ci sinif dərsliyi yeni çıxmışdı və o dərsliyin izahlarını paylaşırdım və mən bir ay yarıma 14.000 abunə yığdım o kanaldan. Dediyim kimi, indi hər ein metodikası fərqlidir, amma adətən izahım sevilir. Yəni bu özümü tərifləmək üçün demirəm də, bu ola bilər də hamıda bir şey yaxşı tutur. Məndə də izah yaxşı tuturdu həqiqətən. Mənim izahlarım sevilirdi. Amma sonra Nazirliyindən yazdılar ki, dərsliklərin videosunu paylaşmaq olmaz. Qadağandır. Mən də hörmətlə qarşıladım. Dedim, okey, qadağandır, yaxşı. Kanalımı bağladım. İnanırsınız, 14.000 abunə olan kanalımı bir göz qırpımında bağladım. Çünki qanun deyir, olmaz. Amma baxıram ki, hələ də dərsliyin videolarını çox rahat şəkildə YouTube-da paylaşan var, böyük kütləsi olan müəllimlər. Nəysə, elə bağladım, amma hələ də var videolar çəkənlər. Niyə bir dənə mənim kimi bağlatdırdılar, başa düşmədim. Amma eyb yox. Allah hər kəsin ruhsunu özünə versin. O kanallara da çoxlu uğurlar arzulayıram. İnşallah yaxşı baxılar. Bu arada o kanallardan biri də mənim qrup yoldaşımın kanalıdır. Göyüşova Ülkər. 5-ci sinifdə oxuyursunuzsa, onun kanalına abunə olun. Çox da qəşəng izah eləyir. Bunu da belə qəşəng saçımıza vururuq. Çox ön hissəsinə, çünki daha çox tökülmələr ön hissədədir məndə. Bilmirəm, bəlkə də arxada da var, sadəcə mən ön arxanı görmürəm. Daha sonra növbəti sual, Temudan necə zakaz edirəm videosu gələcəkmi? Temudan necə zakaz edirəm videosu gəlməyəcək. Niyə? Çünki mən Azərbaycanda yaşamıram. Smart Customs və s. heç biri bizdə yoxdur. Mən sadəcə girirəm Temuya, öz ev ünvanımızı yazıram. Sonra bağlamlar çox rahat bir şəkildə gəlir. Yəni nə vergi, nə gömrük, nə Smart Customs bizdə heç biri yoxdur bunların və aylıq limit və s. heç nə yoxdur da. Yəni heç bir problem yoxdur belə. Digər sual, izləyicilərin adını çəkmə videosu gələcəkmi? İzləyicilərin adını çəkmə? O nə deməkdir ki? Bilmədim nə deməkdir bu. Sonra bir dənə qəşəng sual gəlib. Sizi izləyirəm, amma yenə də başa düşməmişəm. Evlisiniz yoxsa nişanlı? Bunu başa düşməməyiniz normaldır. Çünki mən videolarda da sevgilim deyə müraciət edirəm. Amma evliyik, bəli. Evli olmağımız, sevgili olmağımıza mane deyil deyə düşünürəm. Məsələn, bəli, biz evliyik. Çox da uzun müddət deyil əslində. 1 ildən çoxdur. Keçən ilin iyun ayı evlənmişik. Belə. Daha sonra nəyə görə Azərbaycanda yaşamırsınız? Çünki Azərbaycanda işləmir mənim həyat yoldaşım. Mənim həyat yoldaşım işləyir Budapeştdə və ona görə də biz Azərbaycanda yaşamırıq, burada yaşayırıq. Açığı mən buna görə olduqca xoşbəxtəm. Nə vaxt gələcəksən Azərbaycana? Şişməsin və daha yaxşı burulsun deyə uclarına bu spreyi vururam. Azərbaycana gəlmək barəsində isə onu deyə bilərəm ki, ancaq bayramdan bayrama gəlirik Azərbaycana. Axırıncı dəfə bu ilin mart ayında gəlmişdik, Novruz bayramında. Hələ ki planda yoxdur Azərbaycana gəlmək, belə tez-tez də gəlmirik yəni. Yəqin ki, hansısa bir bayramın birində, yeni ildə yox, yeni ilə başqa planlarım var. Amma hansısa bayramın birində yəqin gedərik yenidən Azərbaycana. Macaristana təhsil üçün yoxsa sadəcə iş üçün gedib orada yaşamaq mümkündür? Siz necə getdiniz? Ən yaxşı yol təhsil üsulu ilə gəlməkdir. Yəni çünki burada o qədər universitetdə oxuyan tələbələr var ki, həm oxuyurlar, həm də intern olaraq işləyirlər. Təhsil üsulu ilə gələ bilərsiniz. Çünki yəni çoxdur burdan dəhşət Azərbaycanın tələbələr dəhşət çoxdur. Bir nəfər yazıb 3 sualım var. Bir, neçə yaşım var? Neçə göstərim? Həqiqətən mənə maraqlıdır ki, siz mənə neçə yaş verərsiniz. Bunu birinci videonu dayandırın. Rəylərdə yazın təxminlərinizi. Yazdınız. İndi mən deyirəm, mənim 28 yaşım var. Adətən yaşından cavan görünürsən deyirlər. Təşəkkür edirəm. İkinci sual, ən sevdiyim mahnı nədir? Əslində bu çətin sual deyil. Çünki mən çox melomanam deyə bilərəm. Yəni hər cür mahnıya qulaq asıram. Amma sprey ilə biraz abartdım. Ən sevdiyim mahnı deyəsən Belladır. Bir dənə əsər var. Adını xatırlasam, Əyribel. Adını səhv dedim 100%. Əyribel. Adını xatırlamıram. Bura qoyacağam əsəri, posteri də qoyaram. O əsərdə oxunan Bella mahnısı var. YouTube-da yazın Bella çıxacaq. Çox qəşəng mahnıdır, çox gözəl mahnıdır.
İlk ağlıma o gəldi niyəsə. Və bir də ən sevdiyim mahnı Hər şey gözəldir həyatda. Akif İslamzadə və Brilliant Dadaşova səhv eləmirəmsə, hər şey gözəldir həyatda, sən özün bir gözəllik yarada bilsən. Nəysə, belə çox qəşəng mahnıdır. Çox mənə ümid verir. O daha çox ümidli edir gələcəyə doğru. Çox sevirəm o mahnını. 3 həyatda ən sevdiyim 5 şey. Əslində saya bilərəm məncə. Ağlıma çox şey gəlmir, amma saya bilərəm. Əvvəlcə onu deyim ki, bu ardıcıllıq biri o birinin qabağına, arxasına keçə bilər də. Yəni İminoy 1-ci yer, 2-ci yer, 3-cü yer deyə saymıram. 1 qardaşım, 2 Elvin, 3 video çəkib editləmək, yəni qısaca YouTube, 4 yemək, 5 səyahət. Ən sevdiyim 5 şey bunlardır. Makyaja çox sürətli, sadə bir makyaj eləmək istəyirəm, çünki hələ tiramisu videosu da çəkəcəm. Suallara davam edək. İxtisasından məmnunsan, dəyişmək istədin hansı ixtisasla dəyişərdin? İxtisasımdan məmnunam. Məmnun idim. Riyaziyyat müəllimi idim dediyim kimi və riyaziyyatı mən dəhşət çox sevirəm. Riyaziyyatı çox sevirəm, amma müəllim olmağı da sevirəmi bir o qədər. Düzdür, işlədiyim ərəfə doğrudan da heç vaxt şey eləmirdim. Ay da bu nədir falan eləmirdim. Amma müəllim olmaq yorucudur. Düzdür, repetitorsınızsa, açığı, düzün demək lazımdırsa, pullu işdir. Çox yaxşı gəliriniz olur. Mən özüm də repetitor işləmişəm uzun müddət. Amma ki, ümumiyyətlə çox yorucudur. Yəni çox yorucudur. İxtisasımı dəyişmək istəyirəm sualına qalsa, ixtisasımı dəyişmək istəyirəm yox, ixtisasımı dəyişirəm. Mən hal-hazırda data analitika üzrə təhsil alıram və oxuyuram. Abituriyent kimi oxuyuram. Görək necə olacaq. O sahədə iş tapmaq istəyirəm. Ailəniz necə razı oldu tək xarici ölkədə yaşamağa? Tək deyiləm ki, iş orasıda evlənmişəm, yoldaşımla yaşayıram. Ona görə də heç bir problem olmadı. Çox da təmtəraqlı bir toy elədik. 700 nəfər var idi toyda. Təsəvvür edirsiniz, 700 nəfər. Kimə deyirəm, şok olur. Təzə növbəti vloqlarda toydan bir kadr göstərərəm sizə. Amma mən toyda çox əylənmişdim. Yəni çox əylənmişdim. O qədər maraqlı keçəcəyini gözləmirdim açığı toyun. Dəhşət çox oynamışdım. Hətta belə bir şey deyim sizə, mən o qədər oynamışdım ki, gəlinin alt hissəsi ekstra bir batmışdı. Yəni ətəyi hissəsi də qapqaraydı. Elə ki, bütün restoranı o gəlinliklə süpürmüşdüm elə bil. Görə bizdən də ekstra bir pul aldılar onun üçün. Amma okey idi, yəni haqlıydılar. Çox batmışdı gəlinlik. Macaristanda yaşamağın mənfi və müsbət cəhətləri. Müsbət cəhəti dəhşət çoxdur qızlar. Yəni burada mən çox xoşbəxtəm açığı. Çünki heç kim sənə qarışmır, heç kim heç nə demir. Heç kimin vecinə deyilsin. Yəni bilmirəm, saçın sarı olsun, bir tərəfi göy, bir tərəfi yaşlı olsun ki burada o cür insanlar dəhşət çoxdur. Heç kim heç nə demir. Dünya aləmin vecinə deyilsən. Bu bir. İkincisi iş barədə. Mən hələ ki dediyim kimi iş tapmamışam, amma inşallah yaxın müddətdə tapacağam. Ofisə getməmə məcburiyyəti. Evdən oturursan qəşəng. Düzü bu bir ay bütöv yox, həftədə 3 dəfə ya da ayda 15 gün şirkətdən şirkətə dəyişir bu qaydalar. Evdən oturursan qəşəng, işləyirsən. Yəni evdə işləyirsən, ofisə getmək məcburiyyətin yoxdur. Bu möhtəşəm bir şeydir. Yəni bu arada mən burada 2 yerdə işləmişəm, bağçada, amma bağça çox yorucudur. Ona görə bağçada davam eləmədim, dəhşət yorulurdum. Yəni müsbət cəhəti dəhşət çoxdur. Pisdir ki, dili bilmirsən. Yəni buranın rəsmi dili ingilis dili olsaydı, bəlkə də bizim üçün daha rahat olardı. Bu demək deyil ki, burada ingiliscə bilmirlər. Əksinə, burada hər kəs ingiliscə bilir. Marketdə, restoranda, yəni küçədə kimdənsə yol soruşsan, onlar da ingilis dili bilir. Dəhşət ingilis dili bilirlər burada. Amma yenə də öz dili macar dilidir və onu bilməmək, necə deyim? Yəni dilin bilmirsən də, ölkənin dilini bilmirsən belə. Daha sonra harda yaşayırsınız, haçan getmisiniz, yoldaşınızla harda tanış olmusunuz, neçə yaşınız var? Çox uzun oldu. Yaşımı dedim. Yoldaşımla tanış olmağımı da belə deyə bilərəm ki, sizə, bayaq Elvin də dedi, 100.000 abunə olanda deyəcəm. Amma belə kiçik bir detal verə bilərəm ki, biz hardasa 6-cı, 7-ci sinifdə oxuyanda birlikdə ingilis dili kursuna getmişik, amma təsadüfən. Yəni bunu da sonradan ikinci dəfə qarşılaşanda ikimizin də yadına düşüb. Mənim də yadımdan çıxmışdı ki, hətta mən elə bir qrup yoldaşım olub da, yəni ingilis dili kursunda 6-da, 7-də oxuyurdum mən hardasa. Belə, yəni belə bir xatirəmiz var. Təsadüfən illər sonra yenidən rastlaşmışıq. Həyat qismət. Necə tanış olduğumuzu isə Elvin dediyi kimi 100.000 abunədə deyəcəm. Harda yaşayırsınız? Biz yaşayırıq Macaristanda, Budapeşt şəhərində. Və Macaristanın başqa nə kimi üstünlüyü var, onu deyim. Wizz Air, yəni hava yolu şirkəti Macaristandandır. Ona görə buradan, məhz Budapeştdən dünyanın bir çox ölkələrinə getmək olur. Və biletlər də uyğundur. Hətta o qədər yaxşıdır ki, buradan bilə bilərsiniz ki, Avropaya, Avropa turu üçün gələnlərin çoxu birinci Budapeştdən başlayır. Kruq eləyir, hər yeri gəzir, sonra da yenidən Budapeştdən Azərbaycana qayıdır. Çünki biletlər daha uyğundur. Kimsə kofemin detaylı tarifini soruşub, olar videolarda deyərəm. Yaxşı fikirdir.
Növbəti sual ingilis dilini necə öyrənmisiniz? Bayaq da dediyim kimi ingilis dillə biz uşaq vaxtından kursa gedirik. Yəni mən gözümü açandan biz ingilis dilinin içindəyik, kursa getmişik. Sonra məktəbdə öyrənmişik. Məktəb müəllimimiz Aytəkin müəllim çox yaxşı müəllim idi. O vaxt bizə dərs keçirdi. Çox əla müəllim idi. Ondan sonra məşğələyə getmişik. Daha sonra Duolingo, Busu, ingiliscə kinolara baxmağı çox xoşlayırdım. Oradan öyrənmişəm. Bu arada həqiqətən də kinoya baxmaq işə yarayır. Sizə bir şok bir şey deyim. Mən özüm də çox şok oldum. Sonra baloya getmişdim mən, yadınızdadısa. Orada bir dənə qız var idi. Nəsə də ingiliscə danışdıq belə elə falan. Soruşdum haralsan? Dedi ki, şeydir, Macaram da, Macarstanlı idi. Qayıtdı dedi ki, sən türk müsün? Belə qaldım. Dedim, yox, Azərbaycanlı. Dedi, türkcə bilirsən? Dedim, hə bilirəm. Başladı türkcə danışmağa. Şok oldum. Dedim, yəni sən türk dilini necə öyrənə bilərsən? Dedi, Qara Sevdalım. İnanırsınız, seriala baxa-baxa türk dili öyrənib qız. O qədər şok oldum, o qədər təəccübləndim. Heç nə eləmədən, baxın, nə kursa gedib, nə bir şey, heç nə eləmədən seriala baxa-baxa bu qız türk dilini öyrənib. Şok oldum. Dedim, o sən nə iş görürsən? Boyun və çəkim çox soruşulur adətən tem videolarına görə paltarları təxmin eləsinlər deyə. Boyum 1.57-dir, amma niyəsə uzun görünürsən deyirlər. Bu ayaq boyumun nisbətən uzun olmağı ilə əlaqəlidir deyə düşünürəm. Çəkim isə 54-56 arasında gedir gəlir. Yəni 54-56 arasında fiks bir çəkim yoxdur. Çox yəndə 56 oluram, arzulayanda 54. Yəni nə ondan çox yuxarı çıxmıram, nə də aşağı düşmürəm. Yenə bir sual gəlib ki, xaricdə yaşamaq gözəldir, yoxsa bəzi çətinliklər varmı? Xaricdə yaşamaq çox gözəldir. Belə qeyri-adi çətinlik yoxdur. Yəni bir də təbii ki, ailəniz üçün darıxırsınız, ata-ana, qardaş, bacı, bunlar üçün darıxırsınız. Amma belə möhtəşəmdir. Suallar bitdi deyəsən. Məncə hamısını cavabladım. Əgər cavablamadığım bir sual qalıbsa, gözümdən yayınıbsa, rəylərə qeyd eləyərsiniz, onları rəylərdə cavablandıraram. Biz bu gün Zara gəzəcək deyə heç çatdıra biləcəm ki, görəsən. Bu dəfə alınmasa növbəti vloqlarda gəzərik, heç nə olmaz. Və makiyajım da hazır və gedirəm indi o videonu çəkməyə. Saçım getdikcə tündləşir, yoxsa mənə hilə gəlir. Bənövşəyə şampun da vurmuram, heç nə eləmirəm açığı. Bilmirəm, qəribə şəkildə getdikcə daha da tündləşir. Saçın rəngi, kraskası getdikcə daha çox açılmalı deyil, necə tündləşir. Qızlar, deməli resepti çəkdim. Çəkmək istədiyim, baxın buydu, göstərim sizə. Buydu, amma nə dadı qəşəng oldu, nə belə krem formasında oldu. Çox dəxilsiz bir şey oldu. Nəysə, belə bir şey düzəltməyə çalışdım və hər tərəfi töküb dağıtdım. Təəssüflər olsun ki, amma tələsirəm. Bunu, bu arada işığımı görmüsünüz. Tem ışığı. Belə. Tələsirəm. Təəssüf ki, bunları təmizləməklə vaxt keçirə bilmərəm. Geyinim, çıxım, rəfiqəmlə görüşüm. Bunu da qoyuram soyucuya, gələndə dadına baxarıq. Bayaqdan havaya danışıram. Sən demək kameranı qoşmamışam. Nəsə, outfit check. Koftamı göstərərəm. Adi qara cins, üstdən qutqa. Hava soyuqdur, ona görə saçım qəşəng olsa belə papağı taxmaq məcburiyyətindəyəm. Evdəki bütün tokları kontrol edirik. Ondan sonra evdən çıxırıq. Bu da saqqızı, ağzımda şişir. Neysə, bu çantanı götürürük. Kombinimizlə uyumlu olmasa belə və qaçırıq. Dəhşət soyuqdur. Saçımı bu arada çox bəyəndim. Yenə hansısa xarakterə oxşadıram özümü, amma bilmirəm. Deyəsən Harry Potter'dakı bir xarakterə oxşadıram. Qızın adı nə idi Harry Potter'dakı? Fiona. Ay, o Shrek'də idi. Neydi o Harry Potter'dakı qızın adı? Nəysə də şəklini qoyaram bura. Bugün özümü buna oxşadıram. Vlogları yaxşı izləyirsinizsə, Səbinə ilə harda görüşdüyümü bilirsiniz. Bizim görüş yerimiz da Yevrey sinaqoqu var. Düz onun altındadır. Açığı mən acam. Hər yediyimin üstündəyəm. Yəni sizə nə qədər də onlar kaloridi falan desəm də, aslında onu iki öynə əvəz edirəm ondan. Şirin bir şey içmək istəmirəm. Əgər məni Azərbaycanda kontent çəkənlər, youtuberlar falan izləyirsə, köçün gəlin bura. Çünki burada o qədər belə rahatdır ki, bir kamerayla yolda nəsə çəkmək. Çünki heç kim səni verirsə, inanırsınız, yol boyu gedirəm. Düzdür, olur bəzən tək-tük adamlar baxır. Məni narahat eləmir bu. Normal bir şeydir. Yəni əlimdə danışa-danışa gedirəm. Kimsə diqqətini çəkə bilər. Amma yəni Azərbaycanda da bir dəfə kamerayla çəkməyə cəhd eləmişəm. Hamı çönür baxır, hamı yoldan keçən, nə bilim, belə elə bir ki, dəli olmuşam öz-özümə danışım. Halbuki aparatda görünür, əlimdə bu boyda böyük kamera var. Amma heç kimi qınamıram. Ola bilər, onlara maraqlı gələ bilər, baxarlar. Ya kamera onlarda maraq oyadır, ona baxırlar. Çox adi bir şey də ola bilər. Amma yenə insan özünü biraz diskomfort hiss edir onda. Burada isə heç kim saat tanıp baxmır. Buradakı sinaqoqu gördüm, yadıma düşdü. Yayda qaynanam gil bizə qonaq gəlmişdilər Budapeştdə. Kaş onda vlog çəkərdim. Onda sinaqoqa girmişdik. Hətta şəkillərimizi belə qoyaram bura. Qaynanam sinaqoqu gəzdiyi boyu hamısında danışdı ki, şeydir. Biz bura niyə pul verdik, girdik, nə bilim, yevreylərin yerinə pul verdik falan. Nə qədər gülmüşdü. Çox şirin qadındır. Buradan onu da
Öpürəm. Make it street. Səbinə kofesi gəldi. Və gəlib oturduq. Coffee shopun adı Vaydı. V-A-J yazılır. Bunlar da Vay tələffüz edir. Heç xoşum gəlmir bu tələffüzdən, amma nəysə. Vay bunlar da yağ deməkdir. Çox qəşəng coffee shopdur. Kruasanlarıyla dəhşət məşhurdur. Çıxanda sizə kruasanlarını göstərərəm. Amma mən evdə mənim canım spagetlim məni gözlədiyi üçün ürəyim heç içmək istəmədi. Sadəcə belə otururuq, söhbət edirik. Səbinə də kapuçino içir. İndi videoya baxanda fikir verirəm ki, papağı necə taxmışamsa saçımın üst hissəsi düzləşib yapışıb başıma və çox gülməli görünür. İçində indi az qalıb kruasanları. Amma bunu yemişdim deyəsən dadlıydı. Yox, bunu yemişdim. Bunu yemişəm bu dəfə də. Hansı ağıldan krasovka ilə çölə çıxmışam. Çox soyuqdur. Yəni çox soyuqdur. Bu il qış bizə biraz tez gəldi. Onsuz da burada hava çox soyuq olur. Amma bismillah. Buna baxın, ürəyim düşdü kitabxana dekoruna. Ürəyim düşdü. Hə, nəysə, gedirəm evdə yemək yeməyə. Bilmirəm, Elvin işdən gəlib ya yox. Əslində 8-dir, bəzən gec gəlir. Yazmayıb mən amma işdən gəlməyə barədə. Gedim görüm evdədirmi? Mənsiz yemək yeyibmi, yoxsa məni gözləyibmi? Çünki o işdən gec gələndə belə mən onu gözləyirəm yemək yemək üçün. Gedək görək. Yemək yesə büzüşəcəm. Çox soyuqdur. Hazır bəzəkdə düzəkdəykən bir dənə video çəkim. Tiramisu Oreo almışdım. Onun videosunu çəkim. Sonra əynimi dəyişim. Görəyim hardadır yarısı. Evə gələn kimi nə etmək lazımdır? Təbii ki, makiyajı silib saçı hörmək lazımdır. Qəşəng saçımı niyə hörürəm deyə soruşursanız, çünki birincisi saçımı açıq qoyanda ürəyim sıxılır. İkincisi hörmək saçı dəhşətli dərəcədə sağlam edir, möhkəmləndirir, belə qalınlaşdırır ən əsası. Makiyajı silib üz baxımımızı da edib oluruq tərtəmiz. Heç kim kombinimə gülmür. Çox zəhmət olmasa. Belə. Amma gülmürsüz. Çünki biz bizəyik də burada. Yəni evdəyik, siz, mənəm, biz də rəfiqə sayılırıq. Ona görə gülmürsüz. Gülmürsüz ki. Nəysə. Deməli, dünəndən qalan spagetti ətli çox ləzzətli görünür. Amma deyəsən biraz azdır. Yaxşı ki, Elvin biraz gec gəlir bu gün işdən. Mən görürsünüz buranı bağlayanda. Nəysə. Əlavə nə edə bilərəm deyə düşünürəm. Tapdım nə edəcəyimi. 2 dənə avokado soyacağam, qəşəng qarışdıracağam. İçinə biraz çeri pomidor doğrayacağam. Sos düzəldəcəm ondan. Sonra da əlavə çörək falan qoyacağam, qaymaq qoyacağam, pendir qoyacağım, stolun üstünə zeytun qoyacağım, şorba qoyacağım. Biləklə axşam yeməyimiz olacaq hazır. Evdə ən çox etməyi sevdiyim şey bişirməkdir. Yemək bişirim, şirniyyat bişirim, kukilər bişirim. Bişirməkdən ötürü ürəyim gedir. Bir də bəzəmək. Nə isə orqanayz edeyim, şkafları yenidən səliqəyə salım, saç məhsullarımı, baxım məhsullarını səliqə ilə düzüm, makiyaj vasitələrimi səliqəyə salım. Nə isə orqanayz etməkdən ötürü ürəyim gedir. Amma nədən heç xoşum gəlmir? Ev təmizliyi ilə. Oyda ev təmizləmək deyəndə elə bil mənim başımdan qaynar töküllər, toz almaq və s. Açığı etdiyim tək şey toz almaqdır. Amma bu da çoxdur məncə. Yəni bunun üçün də xüsusi bir robot və ya aparat çıxmalıdır təcili surətdə. Və budur yeməyin yanında mini atışdırmalığımız hazır. Qızlar, bu bayaq elədiyim tiramisudur. Yəni suludur, tiramisu demək olmaz buna. Amma ki çox dadlı və çox ləzzətlidir. Və budur gün ən sevdiyim saatı gəldi. Axşam vaxtı bir yerdə çay içib, kinoya baxıb, şirniyyatımızı yeyib, qəşəng-qəşəng söhbət edirik. Şirniyyatı qablara yığmadım ki, ikimiz eyni qabdan yeyək, biraz romantik olsun. Zarafat edirəm, qab batırmaq istəmədim, qab yan doluydu. Nəysə, vloqu burada sonlandırıram. Hələlik yeni vloqlarda görüşərik. Kanala abunə olmağı, rəy yazmağı və bu videonu bəyənməyi unutmayın. Hələlik.